Anam ziyarətdən gəlmişdi, ümrə ziyarətindən. Gələndən sonra dedi ki, Fariz, bu özbəklərin bizə nə borcu var? Dedim, nə olub ki, mama? Dedi ki, gələnə yaxın Kəbə evinin yanında bir neçə də evə hədiyyələr alanda bir nəfər deyib ki, özbəklər anaya ona deyirlər. Deyir ki, nərdənsiz, hansı yerdən? Deyib ki, Azərbaycan. Çox gözəl bir münasibət, orada xanımların hamısına hədiyyələr verib və deyib ki, boynumuzda haqqınız var. Belə bir söz deyib. Anam da dedi ki, bəs nə haqqdır? Deyirəm, amma bilmirəm özbəklərin bizim onların boynunda nə haqqımız var. Amma onu bilirəm ki, artıq onların mənim boynumda bir haqqları oldu ki, çox dəyərlidirlər. Əslində özbək cəmaatı getdik orada filialımız açıldı şirkətimizin və o qədər doğmalıq, o qədər Oğuz bəy, özbəklərdən bir gözəllik, o bizim özümüzkilərin olması, o qədər içdən insanların olması. Bunu da orada bir dostlarımıza danışdım ki, anama sizin bir yaxşılığınız keçib. Həqiqətən o qədər o bir qardaşın, bir övladın bir anası olaraq bu qədər, yəni münasibətdə gözəlliklər gördük bunlardan, əzizlərimizdən. Yaxşı bir xatirə oldu ki, bir-birimizə hər zaman zamanla o insanlar ki var, əvvəldən ora gediblər, özbəklər bizə gəliblər. Hər zaman bu bəlkə də min illiklərə dayanan bir mədəniyyətimiz, onların o süfrədə Bismillahla başlayıb, bunlar da vacibdir, çox gözəl, mən çox qəşəng. Ailə dəyərlərini çox gözəl qoruyurlar. Əkə, böyük qardaş sözünə etdikləri, ana, ataya olan münasibət, bacıya olan münasibət çox gözəldir. Çox bəyənirəm, çox sevirəm onları həqiqətən də.